Dünya nəhənglərini Bakıda görə bilərik. Real Madrid, Barcelona, Bayern Münhen kimi klubları ölkəmizdə görmək üçün son döyüş. Bunun üçün öncə sabah Hapoel Berşeva səttini keçməlidir. Bəs sizcə Bayquşlar bunu bacaracaqmı? Hesaba baxanda çətin görünür. Amma oyunun rəqəmlərinə baxanda o qədər də pessimist olmamalıyıq. İlk oyunda 1-2 hesabı ilə məğlub olan Sabah topa cəmi 33% sahib olsa da, rəqibin qapı çərçivəsinə 7 zərbəsinə 5 dəqiq zərbə ilə cavab verdi. Hətta real qol imkanlarında rəqibini də qabaqladı. Bundan savayı bu maçda Sabahın ən güclü silahı təbii ki ev amilidir. Bayquşlar bu dəfə öz meydanında oynayacaq. Üstəlik bu dəfə oyun Masazırda deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Çempionlar Liqasının əsas mərhələsinə cəmi bir addım qalmış, belə oyunlarda stadion atmosferi ciddi üstünlük yarada bilər. Təmsilçimiz artıq bu oyuna qədər göstərib ki, böyük hesablı nəticələrə qadirdir. Komanda bu mövsüm Avropa yürüşündə Danimarka çempionu Orxusu 4-0 hesab ilə məğlub edərək belə bir gecəni yaşadığını artıq sübut edib. Məncə cavab oyununda əsas məsələ ilk qolun kimdən gəlməsi olacaq. Sabah erkən qol vursa, bütün psixoloji üstünlük bir anda dəyişəcək. Çünki bu dəfə Hapoel Berşeva müdafiə olunmalı, Sabah isə oyunun tempini müəyyənləşdirməli olacaq. Əksinə, qonaqlar ilk qolu vursalar, Dambraskasın komandasının işi xeyli çətinləşəcək. Bir də unutmayaq, Hapoel ilk oyunda 67% topla oynayıb. Bu o deməkdir ki, Sabahın cavab maçında topu daha çox saxlamaqdan savayı, topu qazandıqdan sonra nə etdiyi vacib olacaq. Sürətli keçidlər, cinahlardan hücumlar və ilk oyunda yaratdığı böyük şansların daha yaxşı istifadə olunması burada həlledici ola bilər. Meydana çıxması reallığa çevriləcək. Real Madrid, Barcelona, Bayern Münhen. Bütün bunları Bakıda görmək üçün futbolçularımızın qarşısında cəmi 90 dəqiqə var. Sabah artıq bir dəfə bunu bacarıb. İndi tarix yenidən təkrarlanacaq, yoxsa bu dəfə ssenari başqa olacaq? Fikirlərinizi rəy bölməsində yazmağı unutmayın.